Hər kəsə salam. İmtahanda bu tapşırıqlarda 2 vacib nüansa fikir verməsəz, cavabınız səhv alınacaq. Gəlin baxaq görək, o vacib nüanslar hansılardır? Gəlin sıralama ilə gedək. Nümunə 1. Burada heç bir şərt yoxdur. Sadəcə olaraq bizə buradakı rəqəmləri verib və deyir ki, bu rəqəmlərdən istifadə etməklə neçə üç rəqəmli ədəd yazmaq olar. Söhbət nədən gedir? 3 rəqəmli ədəddən. Deməli ki, burada 3 dənə yer qoyacağam və başlayacağam rəqəmlərimi araşdırmağa. Mən birinci rəqəm olaraq buradakılardan hansını istifadə edə bilərəm? Baxın, 2-dən istifadə edə bilərəm, 3-dən, 4-dən, 5-dən, 7-dən, 8-dən. Yəni burada 6 rəqəm var. 6 rəqəmin 6-sını da burada yaza bilərəm. Bəs ikinci rəqəmə də burada 6 rəqəm var. 6-sından da burada istifadə edə bilərəm. Üçüncü rəqəmdə də 6 rəqəmin 6-sından da istifadə edə bilərəm. Bunları bir-birinə vuracağam. Cavab edəcək 216. Demək ki, mən 216 ədəd düzəldə bilərəm. Keçirəm ikinci nümunəyə. Deyir ki, 2, 3, 4, 5, 7, 8 rəqəmlərindən istifadə etməklə rəqəmləri müxtəlif olan neçə üç rəqəmli ədəd yazmaq olar. Yəni burada artıq rəqəmlərin müxtəlif şərti var. Mən nə edəcəm? Yenə 3 rəqəmli ədəd istədiyi üçün 3 dənə yer qoyacağam. Və baxacağam ki, mən birinci rəqəm olaraq burada verilənlərin hansını istifadə edə bilərəm? 2-dən, 3-dən, 4-dən, 5-dən, 7-dən, 8-dən, yəni 6 rəqəmin 6-sından da burada istifadə edə bilərəm. Yaxşı. Deyək ki, mən bu 2-ni birinci rəqəmdə istifadə etdim. Artıq mənə rəqəmlərin müxtəlif şərti qoyduğu üçün mən bu 2-ni birincidə istifadə etmişəmsə, burada istifadə edə bilmərəm. Onda yerdə mənim neçə rəqəmim qalacaq? Sayaq. 1, 2, 3, 4, 5. 5 dənə rəqəm qalacaq. Deyək ki, mən 3-dən ikinci rəqəmdə istifadə etmişəm. Onda mən artıq onu bir də istifadə edə bilmərəm. Çünki bir də istifadə etsəm təkrarçılıq yaranar. Onda neçə rəqəmim qalacaq? 1, 2, 3, 4. 4 dənə rəqəm qalır. Və bunları bir-birinə vururam. 6 vurulsun 5, 30, 30 vurulsun 4, 120. Keçirəm üçüncü nümunəyə. Deyir ki, 0, 2, 3, 4, 5, 8 rəqəmlərindən istifadə etməklə neçə üç rəqəmli ədəd yazmaq olar? Baxıram ki, bu birinciyə oxşuyur. Amma birinciyə oxşasa da burada rəqəmlərin içində 0 var. Bu nə deməkdir? Mən 3 rəqəmli ədəd düzəldirəm. 1, 2, 3. 3 dənə yer qoydum. Axı mən birinci rəqəm olaraq mən 0-dan istifadə edə bilmərəm, çünki 0-dan başlayan bir rəqəm yoxdur. Onda birinci rəqəm olaraq hansılardan istifadə edə bilərəm? 2-dən, 3-dən, 4-dən, 5-dən, 8-dən. Yəni 5 dənə rəqəm istifadə edə bilərəm burada. Bəs ikinci rəqəm olaraq hansılardan istifadə edə bilərəm? Artıq mən 0-ı ikinci rəqəmdə istifadə edə bilərəm. Onda saysaq, yəni 0-dan, 2-dən, 3-dən, 4-dən, 5-dən, 8, 6 rəqəmin 6-sından da burada da istifadə edə bilərəm, burada da istifadə edə bilərəm. Yenə deyək, birinci nümunə ilə üçüncü nümunənin fərqi onda oldu ki, bax bununla bunun fərqi ondadır ki, birincidə 0 yox idi, amma üçüncüdə 0 var. 0-la başlayan rəqəm olmadığı üçün bunu nəzərə alırıq. Və cavablarımızı bir-birinə vursaq, 5 vuraq 6, 30, 30 vuraq 6, cavab 180 idi. İndi uşaqlar, indiyənə qədər öyrəndiklərimizi 4-cü nümunədə tətbiq eləyək. Yəni işin içinə həm 0 daxil olsun, həm də rəqəmlərin müxtəlif şərti olsun. Baxın, deyir ki, 0, 2, 3, 4, 5, 8 rəqəmlərindən istifadə etməklə rəqəmlərin müxtəlif olan neçə 3 rəqəmli ədəd yazmaq olar. Baxıram, yenə məndən 3 rəqəmli ədəd istədiyi üçün 3 dənə yer qoyacağam. Diqqətli şəkildə araşdırırıq çaşmadan. Mən birinci rəqəm olaraq hansıları istifadə edə bilərəm? Baxın, 0-dan başqa hamısını götürə bilərəm. Yəni 2-ni, 3-ü, 4-ü, 5-i, 8-i, neçə rəqəm var? 5 rəqəm var. Bu 5 rəqəmin 5-indən də istifadə edə bilərəm. Yaxşı, deyək ki, mən 2-ni götürdüm, burada istifadə elədim. Onda yerdə neçə rəqəm qalır? Artıq 0-ı da sayacağam, çünki 0 ikinci rəqəmdə ola bilər. Əsas başlanğıcda olmasın. Sayıram. 1, 2, 3, 4, 5. Yəni mən burada 0-dan, 3-dən, 4-dən, 5-dən, 8-dən istifadə edə bilərəm. Neçə rəqəm istifadə edəcəm? 1, 2, 3, 4, 5. 5 dənə rəqəm istifadə edə bilərəm. Deyək ki, uşaqlar, mən 3-dən ikinci rəqəmdə istifadə etmişəm.
Onda yerdə neçə rəqəm qalır? Bax 0, 4, 5, 8. Neçə rəqəm qaldı? 1, 2, 3, 4. 4 dənə rəqəm də burada qaldı. Bunları bir-birinə vursam 5 vur 5, 25, 25 vurulsun 4, cavab 100 edir. Ümid edirəm ki, bu videodan sonra imtahanda bu tapşırıqları səhv etmərsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Hələlik.